Salam dostlar, bugün sizlerle sihirli mücrü nağılını okuyacağım. Biri vardı, biri yoktu. Bir tacir vardı. O uzak ülkelerde gedib ipek məxbər parçalar satır, dənizin o tayından isə maraq üçün qeyri-adi şeyler alıp gətirərdi. Bir dəfə o uzak ülkələrin birindən qəribə bir mücrü alıp gətirdi. Ancaq iş orasındaydı ki, mücrünün ağzı açılmırdı. Tacir dəmirçinin yanına getdi. Uzak ülkeden getirdiğim bu mücrünün ağzını açmağa kömək et. Bu uzak ülkeden gelen mücrü değil. Mücrüye bakan dəmirçi dedi. El işinden tanıyıram. Bu benim babamın kardeşi Yelisey düzəldib. O vaxt bizim ülkeye qəribə bir qoca gelmişti. O Yelisey'e bir mücrünü düzeltmeye sipariş vermişti. Mükafat olarak da bir sarı daş bağışlamıştı. Güzel, kıymetli bir daş idi. Ancak Yelisey'in sevinci çok çekmedi. Elə həmin gecə Yelisey'in nişanlısı güzel Yelena itkin düştüler. Hatta mücrü de itti. Hamı deyirdi ki mücrünü asarsız atmak olmurmuş. Onu atmanın yolu ancak tilsimle mümkün imiş. Sen ölü bataqlığın yanında ki qara meşədə olan köpək girən qarının yanına get. Belki o sana kömək edə bildi. Tacir köpək girən qarının yanına getdi. Az qaldı ki meşədə azı bitsin, bataqlıqda batsın. Bütün bu çətinliklərə baxmayaraq toyuq ayaqlarının üstünə dayanan çomaya çatdı. Köpək girən qarı mücrünü görüb zarıdı. Onu sinəsinə sıxdı. Sonra da tacirə dedi. Ey mərhəmətli insan, bu mücrünün açarı səndə deyilmi? Sən mücrü ilə açarı mənə ver, mən də səni yeməyim. Tacir çaş baş qalıb dedi. Məndə açar yoxdur. Mən gəldim ki, sən bunu tilsimlə açasan. Mən bacarmaram. Mən bu mücrünü açacaq bir tilsim bilmirəm. Tacir mənə kömək edəsən, səni mükafatlandıraram. Mən ətrafdakı bütün xəzinələrin yerini bilirəm. Onların hamısını sənin üçün açaram. Köpək girən qarı yalvardı. Kömək edərdim. Tacir razı oldu. Ancaq necə? Sana bir əhvalat danışım. Qarı kök sötürdü. İllər əvvəl bu dünyada Gözəl Yelena adlı bir kız yaşayırdı. Bir gün qoca bir kişi ona elçi düştü. O gözəlin nişanlısı vardı. Adı da dəmirçi Yelisey'di. Ona göre de kız kocaya rədd cevabı verdi. Koca da qəzəbləndi. Kıza pislik etmek fikrine düştü. Yelisey yanına gelip ona bir mücrü düzelttirdi. Əvəzində ise mükafat olarak ona sarı daş bağışladı. Ben bu əhvalatı bilirəm, tacir dedi. Ama sen her şeyi bilmirsən. Qarı qaşqabağını tökdü. Daş sehirliydi. Daş Yelisey'e Yelena'nın güzelliğini ve cavanlığını götürüp kocaya verdi. O günden sonra güzel Yelena köpək girən qarıya, Yelisey ise Gulyabani'ye çevrildi. Onlar doğma yurtlarından kaçıp getdilər. Hələ bu da azmış kimi Yelisey'e elə bir hala saldı ki Yelena'nı görebilməsin. Neçə ki onlar meşəni o taraf bu tarafa gəzirlər. Ancaq heç vaxt bir-birlərinə rast gəlmirlər. Dediğin o küpə girən qarı sənsənmi? Deməli sən dəmirçi Yelisey'in nişanlısısan. Tacir dedi. Hə, qarı ah çəkdi. İndi mən əsl küpə girən qarıyam. Uşaqları mənimlə qorxudurlar. Hamı da məndən uzaq gəzir. Mən hər gün eyni yuxunu görürəm. Qoca daşı götürüb qoyur. Bu mücrünün içində açarları isə Gulyabani'yə verib hökmlə deyir. Al bu da sana xoşbəxtlik açarı. Ancaq xoşbəxtliyin həmişə bir mücrüdə bağlı qalacaq. Mən sizin zavallığınızı ve gözəlliyinizi dünyanın o başına aparacağım ki siz buradan meşədə çürüyüb öləsiniz. Yelisey sən ömrünün axırına kimi eybəcər Gulyabani olarak qalacaqsan. Küpəgirə qarı bunları deyib ağladı. Ağlama, mən sənə kömək edərəm. Tacir dedi. Əgər doğrudan da hər şey
Belədirsə, sən Qulyabanı ilə görüşməyəcəksən. Mən özüm onu tapacağam. Mənim ki, üstümdə heç bir qara tilsim yoxdur. Tacir sandığı götürüb Qulyabanını axtarmağa yollandı. Az getdi, çox getdi, axır ki Qulyabanını tapdı. Qulyabanı mücrünü görən kimi tacirin ayaqlarına düşdü. Ver onu mənə dedi. Mən səni mükafatlandıraram. Mənim meşəmdə o qədər xəzinə var ki, saymaqla qurtarmaz. Tacir gülümsəyərək mücrünü Qulyabanıya verdi. Qulyabanı qoynundan açarı çıxarıb mücrünün kilidini açdı. Birdən sarı qasırğa qalxdı. Burada çevrildi. Yağış olub torpağa yağdı. Sehirli yağış bütün qara qüvvələri yuyub apardı. Yerisi isə gözəl Yelenanın gözəlliyi, cavanlığı onlara qayıtdı. Onlar taciri mükafatlandırdılar. Onu toylarına dəvət etdilər. Tacir həmin toyda qızılı paltarda gəzir, cavanları təbrik edirdi. Bu xeyirxah əməlinə görə tacir də çox varlandı. Nağılımız da burada qurtardı. Göydən 3 alma düşdü. Biri mənim, biri sizin, biri də Yelisey və Yelinanın.